Salam, bugün riyaziyyatın əsas qaydalarından biri olan əbuf və əkabu keçəcəyik. Bugün sizə riyaziyyatdan 2 dənə qayda keçəcəyim. Bunlardan biri əbuf və əkab və qarşı ədədin qarşı ədədə vurulmasını keçəcəyik. Əbuf dedikdə ən böyük ortaq bölən deməkdir. Məsəl üçün, əbuf, 5, 25 bərabərdir. İndi bundan ən böyük ortaq bölənini tapacaq. 5 neçəyə bölünür? 5 1-ə bölünür, 5-ə bölünür. İndi 25 neçəyə bölünür? 25 1-ə bölünür, 1-ə bölünür, 5-ə bölünür, 25-ə bölünür. Biz buradan 25 götürə bilmərik. Çünki 25 5-in böləni deyil. Ona görə ən böyük ikincini götürürük. Yəni 5-i götürürük. Bu olmaz. 5-i götürürük. Və 5. Burada da ən böyük ortaq bölən 5-dir. Burada da 5-dir. Burada bir də eynidir. Amma bizdən ən böyük soruşur. Bu ən böyük ortaq bölən deməkdir. Yəni burada cavab 5 olacaq. Və isə əkab. Əkab isə ən kiçik ortaq bölünən deməkdir. Bölən demək deyil. Ən kiçik ortaq bölünən. Məsəl üçün əkab indi mötərizə açırıq. Bu dəfə 10-la 30-u eləyək. Burada ən kiçik ortaq bölünən deyil. Onun bölənləri, əsasla bölünənləri. 20 var, 30 var, 40 var, 50 var və s. 30'un bölünənləri. 30 var, 60 var, 90 var, 120 var və bu da və s. Bunlar sonsuz gedir. Ancaq bizdən ən kiçik ortaq bölünən soruşur. Burada ən kiçik ortaq bölən 20 olmalıydı 10'da. Amma alınmır. Niyə? Çünki ya 20 30'a bölünmür, həm də ikisində də bölünmür. Ona görə bu getdi. 30. Bəli, 30 ola bilər. Çünki 30 30'a da bölünür, 30 10'a da bölünür və bu da ən kiçik ortaq bölünən kimi götürülür. Cavabımız yəni 30'dur. Bizdə çünki ən kiçik soruşur. Ən böyük soruşsa ondan sonsuz idi. Qarşı ədədin qarşı ədədə bölünməsi. Qarşı ədəd qarşı ədədə bölünmək üçün birinci onları düzgün olmayan kəsrə çeviririk. Məsəl üçün 1/4'də 3. Sonra qarşı ədədə bölürük. 1 məsəl üçün bunu üzərdə 2 eləyək. Məsəl üçün 2'də 1. Bunlar da bərabərdir. Birinci ədəd olduğu kimi yazılır. Yox. Birinci ədəd düzgün olmayan kəsrlə çevrilir ikisi də.
2, 4'də 6. Çevirdik. İndi isə 2'də 1'i çeviririk. Ancaq burada vuraq olacaq. İndi bunun düzgün olmayan kəsri formasında 2'də 3'dür. İkinci ədəd isə yerlərini dəyişiriz. Amma 3'də 2 olacaq. Bu da bərabərdir. İxtisar varsa burada ixtisar aparırıq. 4 2'ye bölünür 2, 2 2'ye bölünür 1, 3 3'e bölünür 1, 6 3'e bölünür 2. 2'ni 1'e vursaq 2. Yine burada 2'ni 1'e vursaq 2 eləyir. Bu da bərabərdir 1 tama. İndi balaca yazdım, siz görməyəcəksiniz. 1 tama bərabərdir bunlar. Uşaqlar, videomuz bu qədər idi. Sizdə riyaziyyatdan ən önəmli 2 qaydanı keçdim. Biri əbub əkob idi, biri isə qarşı qədədin qarşı qədədə bölünməsi idi. İkisini də qəşəng başa saldınsa, çox qəşəngdir mənə görə. Nəysə, bugünkü videomuz bu qədər idi. Sabah da Azərbaycan dilindən mövzu gələcək, qaydalar başa salacağım, tapşırıqlar, mətn oxuyacağım, sizə dinləmə kimi gələcək, tapşırıqları oxuyacağım, nəyə aiddir. Burada hamısını daskada yazacağım. Bugünkü videomuz bu qədər idi. Məncə bəyənmişsinizdir. Bir də zəhmət olmasa like atıb, abunə olmayı yaddan çıxartmayın. Sağ olun.